Kreml Putini faktiki olaraq həbs etdi. Bütün giriş-çıxışlar bağlanıldı. Rusiya rəhbərliyi ilə bağlı diqqət çəkən məlumatlar yayılıb. Today Press TV xarici kivə istinadən xəbər verir ki, sözü gedən iddialar Rusiya Təhlükəsizlik Şurasının katibi və keçmiş Müdafiə naziri Sergey Shoygunun ölkə daxilində mümkün hərbi çevriliş ssenariləri ilə əlaqələndirilir. Bildirilir ki, Shoygu hələ də Rusiya Silahlı Qüvvələrinin yüksək komandanlıq strukturlarında ciddi təsir imkanlarına malikdir və bu da Kreml daxilində təhlükəsizlik narahatlıqlarını artırır. Eyni zamanda Prezident Vladimir Putin ətrafında təhlükəsizlik tədbirləri xeyli gücləndirilib. Avropa Kəşfiyyat hesabatında qeyd olunur ki, bu addımlar yüksək rütbəli hərbçilərə qarşı sui-qəsd riskləri və mümkün çevriliş ehtimalları ilə bağlıdır. Məlumata görə Putinin hərəkət azadlığının məhdudlaşdırıldığı, bu il hərbi obyektlərə səfərlərinin azaldığı, bəzi çıxışların əvvəlcədən hazırlanmış görüntülərlə əvəz olunduğu iddia edilir. Həmçinin onun yaxın çevrəsinə ciddi nəzarət tədbirlərinin tətbiq olunduğu, evlərdə müşahidə kameralarının quraşdırıldığı və xüsusi rabitə vasitələrindən istifadə edildiyi bildirilir. Qeyd edək ki, bu məlumatlar hazırda təsdiqlənməyib və iddia xarakteri daşıyır.